sifətin sonuna cavab verir. Yəni aid olduğu ismin əvvəlində işlənir. Bunu da az öncə qeyd etdim. Misal üçün çalışan şagird. Şagird nədir? İsimdir. Çalış sözün kökü an burada nədir? Fe'li sifətdir və bu hansı sualına cavab verərək nə oldu burada? Həm təyin oldu, həm də fe'li sifət oldu. Fe'li sifətin elə özüdür. Oxuyan tələbə, oxu sözün kökü an burada fe'li sifətdir. Cümlə özü kimi əsasən təyin olur. Bunu az öncə qeyd etdik. Oxuyan uşaq qalib oldu. Nə etdi? Qalib oldu. Kim uşaq? Hansı uşaq? Oxuyan uşaq. Oxuyan burada nə oldu? Təyin oldu. Fe'li sifətdir. Bəli. Hansı zaman məzmun ifadə edir? İngilis zaman məzmun ifadə edibdir. An var çünki cümlə özü kimi nədir? Təyindir. Hansı suala cavab veribdir? Elə hansı sualın özünə cavab veribdir. Sonra cümlədə xəbərli şəxsi qəbul edərək ismi xəbər ola bilir. Az öncə qeyd elədim. Qalib gələn çalışandır. Yaxud da qalib gələnlər çalışanlardır. Burada 2 dənə fe'li sifət var. Çalış sözünün kökü an. Bu fe'li sifət xəbər vəzifəsindədir. Kim? Qalib gələn. Burada da bir fe'li sifət tərkibimiz var. Gəl sözün kökü, qalib gəlmək. An da burada nədir? Fe'li sifətdir. Yəni bir cümlədə 2 fe'li sifət oldu. Biri nə oldu? Biri xəbər oldu, biri də mübtəda oldu. İsmin xüsusiyyətlərini daşıya bilir. Az öncə qeyd etdim. İsmin heç də bütün xüsusiyyətlərini daşımır, belə deyək ki. Niyə? Çünki daha doğrusu ismin xüsusiyyətlərini necə daşıyır? Sifət necə isimləşirdi? Fe'li sifət ilə isimləşir. Oxuyanlar məmnundular. Necədir məmnunlar? Kim? Oxuyanlar. Oxuyan anən burada nədir? Fe'li sifətdir. Lar cəm şəxsini qəbul etdi. İsmin aşağıdakı xüsusiyyətlərini daşıyır. Ona baxaq. Görək hansı xüsusiyyətlərini daşıyır. Cəmlənmək, hal şəxsini qəbul etmək, mənsubiyyətə görə dəyişmək. Sonra bu kimi xüsusiyyətlərini qəbul edir. Cəmlənmək xüsusiyyətini qəbul edir. Az öncə mən cəmləndirdim. Hal şəxslərini qəbul edir. Mənsubiyyətə görə dəyişir. Yatmışları razı deyiləm, kimsə oyatsın. Yat sözün kökü yatmış. Burada nədir? Fe'li sifətin şəkilçisidir. Lar nədir? Cəm şəkilçisi, bu da təsirli hal şəkilçisidir. Kimi yatmışları burada da tamamlıq rolunda çıxış edib. Yəni fe'li sifət isimləşən zaman tamamlıq rolunda da çıxış edə bilər. Bunu da qeyd kimi yazın. Sonra fe'li sifət şəkilçilərin homonimlərinə baxaq. Əsas məqamlardan biridir bu. Çox vacib məqamlardan biridir. Niyə? Çünki bizi qarşımıza xüsusən şagirdlər bu formalarda misal üçün muş şəkilçisidir, sonra acaqdır, mallıdır, asıdır. Bu şəkilçilər qarşılarına çıxanda qarşıdırlar ki, bu zaman şəkilçisidir, fe'li sifətin şəkilçisidir, yaxud da misal üçün an fe'li sifətin şəkilçisidir, yoxsa leksik şəkilçisidir, zəfcən leksikdir. Bunlar qarşıdırlar. İndi bunlara burada bir izah verək və bununla da əgər bunları bu vəziyyətdə, bu formada öyrənsəz, yəqin ki, daha qarışıq salmayasınız. Deməli, an şəkilçisi həm fe'li sifət şəkilçisi kimi, həm də zərf düzəldən leksik kimi olur. Məsəl üçün, oxuyan şagird ananın burada nədir? Fe'li sifətin şəkilçisidir, hansı şagird? Bir də ən formasında zərf düzəldən leksik olur. Daxilən, qəflətən içəri kimsə daxil oldu. Qəflət sözünün kökü qəflətən artıq burada nədir? Fe'li sifət yox, zərf düzəldən leksikdir. Daxilən, daxil sözünün kökü ən burada daxilən sarsıntı keçirir. Burada nədir? Zərf düzəldən leksikdir. Həm də belə də aid edə bilərik. Fe'li sifət şəkilçisi fe'lə artırılaraq bizim qarşımıza çıxır. Misal üçün, oxu, oxuyan, qaç, qaçan bu formada. Amma zərf düzəldən leksik əsasən adlardan nə düzəldir? Zərf düzəldir. Sonra muş şəkilçisinə keçən muş şəkilçisinin 5 forması var. Bizim qarşımıza 5 formada çıxa bilir muş şəkilçisi. Baxaq görək, şifahi olaraq qeyd edelim ki, muş şəkilçisi olur, fe'li sifət şəkilçisi, muş şəkilçisi, sonra zaman şəkilçisi olur, imişin qısaldılmış forması olur, fe'li bağlama da olur hətta və muş şəkilçisi olur, leksik şəkilçisi. Bir baxaq. Misal üçün, fe'li sifət şəkilçisi kimi hansı suallarına cavab verir? Yəni bunları necə müəyyənləşdirəcək? Həm də burada suallar da mühüm rol oynayır. Fe'li sifət şəkilçisi deməli
kimi olanda hansı sualına cavab verir? Oxunmuş kitab, oxu sözün kökü mü burada leksik, mış da nədir? Fe'li sifət şərtçisidir və hansı sualına cavab, hansı kitab? Oxunmuş kitab. Zaman şərtçisi kimi isə artıq nə etmiş sualına cavab verir. Çünki zaman şərtçisi təsdiqlənən feildir. Daha doğrusu onun şəkilçisidir. Yəni feilin şəkillərini, xüsusiyyətləri də orada öz açısından, çünki xəbər şəklindədir və nə etmiş sualına cavab verir? O tapşırıqları həll etmişdi. Həll etmək mürəkkəb feilimiz mış burada nə etmişdi? Həll etmişdi. Feilli sifət deyil, artıq bu nədir? Zaman şəkilçisidir. İmişin qısaldılmış forması olan zaman isə artıq imişin qısaldılmış forması idi, imiş isə hissədikləri. Hissədiklər nə edirdi? Zaman şəkilçilərinin üzərinə yaxud da feilin şəkillərinin şəkilçilərinin üzərinə artırıldığı üçün burada imiş asanlıqla müəyyənləşdirə bildik imişi. Bir daha qeyd edək burada misallarla. Misal üçün, sənin ev tapşırıqlarını edirmiş. Et sözün kökü et, burada zaman şəkilçisi, indiki zaman şəkilçisi mış isə nədir? İmişin qısaldılmış formasıdır. Yəni, buradan da belə qənaətə gəlir ki, imiş, idi imişin hissədikləri nəyin üzərinə artırılır? Zaman şəkilçilərinin yaxud da feilin şəkillərinin şəkilçilərinin üzərinə artırılır. Və biz buradan onu müəyyən edə bilərik ki, bu nədir? Mış burada zamandır, yoxsa feilli sifətdir, yoxsa imişin qısaldılmış forması. Yəni, bu xüsusiyyətindən onu digərlərini seçirik. Leksik şəkilçisi kimi bişmiş, məsəl üçün, aşpaz bişmiş bişirdi. Bir yanılmaz vardı, o yadıma düşdü. İndi də deyə bilmədim heç. Feilli bağlama şəkilçisi kimi olan zaman anda feilli bağlama şəkilçisi ilə əvəzlənmək olur. Misal üçün, zəncdən xeyli keçmiş, o gəldi. Zəncdən mış var orada. Zəncdən xeyli keçəndə o gəldi. Anda ilə əvəz etdik. Burada nə deyir? İmtahandan 1 saat keçmiş, şagirdlər sualları bitirdilər. Nə zaman? Həm də burada qeyd etmişəmmi? Yox, qeyd etməmişəm. Nə zaman sualını vermək olur? Feilli bağlama olanda. Ümumi cümləyə. Cümlə deyəndə ümumi tərkibə. Nə zaman şagirdlər sualları bitirdilər? İmtahandan 1 saat keçəndə. İmtahandan 1 saat keçmiş. Burada nədir? Keç sözün kökü, mış burada feilli bağlama şəkilçisidir. Bir daha qeyd edirəm, həm məsəl, həm feil və həm feil bağlamanın şəkilçiləri nədir? Qrammatik şəkilçilərdir, leksik şəkilçilər deyil. Burada da yəqin ki, fikir verirsiniz, bayaqdandır mən qrammatik şəkilçisinin işarəsindən istifadə edirəm. Deməli, biz hansı şəkilçilərə toxunduq? Ana toxunduq, mışa toxunduq. İndi isə acaq, asır, malı şəkilçiləri qalıbdır. Acaq şəkilçisi bu 3 variantda qabağımıza çıxır. 1 feil sifət şəkilçisi kimi, 2 zaman şəkilçisi kimi, 3 isə leksik şəkilçisi kimi qarşımıza çıxır. Baxaq onda feil sifət şəkilçisi kimi olanda hansı sualına cavab verir? Yazılacaq məqalə.